Azərbaycan Türkiyədə həyata keçirdiyi layihələr günü-gündən artmaqdadır. Onlardan biri də İğdır-Naxçıvan təbii qaz kəməridir. Kəmər Naxçıvanın təbii qaz ehtiyatını ən azı 30 il təmin edəcək. Qardaşlıq deyilən elə bu olmalı. Bir-birinin dar və gen günündə yanında olmaq artıq bir millət iki dövlətin liderləri üçün həyat tərzinə çevrilib və iki dövlət təkcə öz mənafələrini deyil, həm də bölgə xalqlarının da rifahını düşünüb də müxtəlif uğurlu layihələrə imza atırlar. Azərbaycanın bütün beynəlxalq layihələrini Türkiyə üzərindən reallaşdırması, neft və qaz resurslarını dünya bazarına çıxarması, Gürcüstan və Türkiyə vasitəsilə həyata keçirilməsi də iqtisadi uğurların bir və ən əsas hissələrindəndir və hamısı deyil. Elə ötən gün Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan İğdır-Naxçıvan təbii qaz kəmərinin video bağlantı vasitəsilə açılış mərasiminin keçirilməsi də növbəti layihələrdən biridir və uğurun daha bir parçasıdır. Həm də bu hadisə iki Türk dövlətinin bir-birinə olan münasibəti prizmasından baxmayaq. Həm də buna biz Türk dünyasının yaxınlaşması, Türk dünyasının bütövləşməsi, Türk dünyasının birliyi prizmasından da qiymət verməliyik. Millət vəkili onda deyir ki, İğdır-Naxçıvan boru qaz kəmərinin açılışı təkcə Naxçıvanın enerji təhlükəsizliyini təmin etməyəcək. Həmçinin yaxın gələcəkdə Zəngəzur dəhlizi işə düşdükdən sonra məhz bu dəhliz vasitəsilə enerji resurslarının Naxçıvana çatdırılması da həyata keçiriləcək ki, bununla da biz bu yol vasitəsilə Naxçıvana, oradan da Avropanın yeni enerji resurslarının ötürülməsinə şahidlik edəcəyik. Bu eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı bir məsələdir. Zəngəzur dəhlizi işə salınıb Azərbaycan ilə bizim ərazimizdən kənarda qalmış tarixi reallıqlar fonunda bunu cənab prezident də vurğuladı. Naxçıvan ilə bizim quru əlaqələrimiz bərpa olunacağı təqdirdə perspektivdə nə baş verə bilər? Perspektivdə o ola bilər ki, Mərkəzi Asiya ölkələrindən gələn qaz Azərbaycandan keçməklə Türkiyə oradan Avropa bazarına çıxara bilər. Bir millət iki dövlətin görəcəyi işlər hələ ki çoxdur. Hər iki qardaş ölkənin birliyi nəticə etibarilə Türk dünyasının daha da güclənməsinə xidmət edəcək. Azərbaycanın Türk dünyası üçün körpü rolu oynadığını da hər kəs qəbul edir. İnanırıq ki, bu missiya bundan sonra da uğurla həyata keçiriləcək deyə millət vəkili bildirdi. Bəturə Nəbiyeva, Nahidə Məmmədova, Space.